9-cu sinifin buraxılış imtahanına düşə biləcək bir suala baxaq. Vasitəli vasitəsiz nitq, ümumiyyətlə vasitəsiz nitq 9-cu sinif imtahanına və 11-ci sinif buraxılış imtahanına düşə biləcək mövzulardan biridir. Bu cümlə vasitəsiz nitqlə başlayıb vasitəsiz nitqlə bitdiyinə görə bir qayda olaraq yadınızda saxlayın. Əgər bir cümlə vasitəsiz nitqlə başlayıb vasitəsiz nitqlə bitirsə, arada da müəllifin sözü gəlirsə, dırnaq birincidə açılır, sonuncu vasitəsiz nitqdə bağlanır. Bu bir qayda. İkinci qayda odur ki, cümlənin ortasında, iki vasitəsiz nitqin ortasında dedi müəllifin sözü gələrsə, onun sağında da vergül tire, solunda da vergül tire qoyulacaq. Vasitəsiz nitq, müəllifin sözü vasitəsiz nitq. İlk vasitəsiz nitq böyünə yazılır, müəllifin sözü cümlənin əvvəlində gəldikdə böyüdən yazılır, ortada gələndə yalnız kiçiyinə yazılır, ikinci vasitəsiz nitqdə kiçik yazılır. Yəni bu cümlənin qrafiki belə olacaq. Dırnaq açılır, böyük V, vergül tire M, kiçik M, çünki cümlənin ortasında gəlib, vergül tire kiçik V, yəni vasitəsiz nitq, dırnağı bağlayırıq, nöqtə də dırnaqdan sonra qoyulur. Sual işarəsi və nida dırnağın içərisində, nöqtə isə dırnaqdan çölə qoyulur. Hər biriniz uğurlar arzu edirəm.